Esselamu Aleyküm əziz izləyicilər. Bu günləri biz sizinlə inşallah üçbucaqlar mövzusunun testlərinin izahları ilə tanış olacağıq. Dərsimizdə zamanın uzun olmamasını nəzərə alaraq, bacardığım qədər bütün sualları sizə ətraflı şəkildə göstərərək qaydaları ilə izah edəcəm. Birinci sualımızdan başlayaq. Bizə üçbucağımızın iki tərəfini verib, üçüncü tərəfinin ala biləcəyi qiyməti soruşur. Ümumiyyətlə bilməlisiniz ki, necə ki üçbucağın daxili və xarici bucaqları ilə bağlı bizim qaydamız var ki, mütləq şəkildə daxili bucaqların cəmi 180 olmalıdır. Biz ora ürəyimiz istəyən bucaqları verə bilmərik. Deyə bilmərəm ki, biri 50 olsun, biri 70 olsun, biri də 90 olsun. Elə bir şey deyə bilməzsən. Eləcə də xarici bucaqların cəmi mütləq 360 olmalıdır. Yəni verdiyin bucaqlar bu şərti ödədiyi müddətdə ürəyin istəyəni ver. Amma mütləq bu şərti ödəməlidir. Tərəflərlə bağlı da bizim belə bir münasibətimiz var. Mütləq şəkildə tərəflərdən biri digər ikisinin cəmi ilə fərqinin arasında olmalıdır. Ona görə birinci sualı həll edəndə, əgər üçbucağımızın bir tərəfi 12,5, digər tərəfi də 6,8-dirsə, baxın, həmin bu üçüncü tərəf 12,5 ilə 6,8-in fərqi ilə cəminin arasında olmalıdır. Birinci 12,5-dən çıxıram 6,8-i. Bu bizdə eləyəcək 5,7. Bir dəfə də 12,5-dən 6,8-i toplayıram. Bu da eləyəcək bizdə 19,3. Demək ki, bizim üçüncü tərəfimiz bu aralıqda olan istənilən bir ədəd ola bilər. Bizə lazımdır ala biləcək ən böyük tam ədəd. 5,7 ilə 19,3-ün arasında yerləşən ən böyük tam ədəd elə 19-dur. Doğru cavabımız ona görə olacaq. Birincidə A bəndim. Keçək ikinciyə. Deyir, iti bucaqlarından biri 40 olan düzbucaqlı üçbucağın digər iti bucağını tapın. Biz bilirik ki, düzbucaqlı üçbucağımızda mütləq bucaqlarımızdan biri 90 dərəcədir. Mütləq. Biri 90 dərəcədirsə, geriyə qaldı 2 dənə bucaq. Həmin o geriyə qalan 2 dənə bucağın cəmi də mütləq şəkildə 90 dərəcə olmalıdır. Ki, toplayanda cavab 180 dərəcə alınsın. Yəni, bir bucaq 90-dır, digər ikisinin də cəmi 90-dır. Əgər iti bucaqlardan biri 40 dərəcədirsə, demək ki, digəri də mütləq 50 dərəcə olmalıdır ki, toplayanda 90 eləsin. Yəni, digər iti bucağımız olacaq 50 dərəcə. Doğru cavab olur A variantı. Təbii ki, belə də eləmək olardı. Siz düşünürsünüz ki, düzbucaqlı üçbucağın bir bucağı 90-dır, digəri 40-dır, o birisini tapmaq üçün 180-dən bunların cəmini çıx. Amma yəni belə bir şeyi düşünməyə ehtiyac yoxdur. Mən düzbucaqlı üçbucağı görən kimi anlayıram ki, biri 40-dırsa, o birisi 50 olmalıdır ki, toplayanda 90 eləsin. Biri var 90-dan 40-ı toplayıb 180-dən çıxasan, bir də var ki, birbaşa 90-dan 40 çıxasan. Təbii ki, bu daha rahatdır. Eyni şey üçüncü suala da şamildir. Eyni tipli suallar olansa da onları da izah eləyəcəm. Deyir, iti bucaqlardan biri 55-dir, digər iti bucağı tap. Biz bayaqları dedik ki, həmin o iki dənə bucağın cəmi olmalıdır 90 dərəcə. Əgər bucaqlarımızdan biri 55 dərəcədirsə, demək ki, digəri də 45 dərəcə, üzr istəyirəm, 35 dərəcə olmalıdır ki, toplayanda bizdə alınsın 90 dərəcə. Yəni, doğru cavabımız olur D variantı. İstəyirdim ki, bunu izah edəndə deyim ki, uşaqlar adətən 90-dan 55 çıxıb çaşıb 45 yazırlar. Bax, siz də səhvə düşməyin. Beynimdə o sözü tutmuşdum deyə çaşıb 45 yazdım. Yəni, indi deyəcəyim sözü deyim. Uşaqlar adətən 90-dan 55 çıxanda çaşıb 45 yazırlar. Bunu da adətən açıq suallarda eləyirlər. İndi qapalı sualdır. Baxırsan ki, burada 45 variantı yoxdur. Zaten görəcək, hə, 35 düzəldəcək. Amma açıq sualda sən bunu eləyə bilməyəcəksən axı. Ona görə çox diqqətli olmaq lazımdır. Ən azından bu tipli hesablama görəndə dərhal özünüzə, beyninizə yeridin ki, mən belə hesablamalarda çaşıram. Təzədən yoxlamalıyam. Yəni, özünüzü tanıyın. Özünüzü bilin və imtahanda belə sualla rastlaşdığınız zaman ən sadə hesablama deyə, amma elə gedib hesablamada səhv edirsiniz də. Niyə də tam bal olmasın, yarım bal olsun ki, hesablama səhvindən görə. Yəni tez düşün ki, aha, ümumi əgər 90-dırsa, mən 90-dan 55 çıxanda çaşa bilərəm. Yazdığını təkrarən yoxla. Təbii ki, təkrarən yoxlayıb yenə də səhvini görməmək də ayrı bir problemdir. İnşallah siz onu yaşamazsınız. Yenə dördüncü sualda üç bucağın iki bucağını verib, üçüncü bucağını soruşur. Biz bilirik ki, üç bucağın 3 dənə daxili bucağının cəmi 180 eləməlidir. Əgər iki bucağının cəmi 124-dürsə, üçüncü bucağı tapmaq üçün 180-dən çıxmaq lazımdır 124-dür. Bu da eləyəcək bizdə 56 dərəcə. Yəni doğru cavabımız olacaq C variantı. 5-ci sual. Yenə də 2 dənə bucağın cəmini verib, üçüncünü soruşur. 180-dən çıxıram 118. Bu da eləyir bizdə 62 dərəcə. A variantı. Keçək növbəti suala. Üçbucağın perimetrini verib, iki tərəfini verib, üçüncü tərəfini soruşur.
Təbii ki, biz bilirik ki, üçbucağın 3 tərəfi var və perimetrini tapanda 3 dənə tərəfin cəmi tapılır. Əgər 2 dənə tərəfi veribsə və ümumi perimetri veribsə, ümumi perimetrdən çıxmaq lazımdır. Həmin o tərəflərin cəmini, yəni 13-dən 11-in cəmini. 39-dan çıxıram 24. Doğru cavabımız eləyir 15. Yəni cavabımız olacaq Y variantı. Keçirəm 7-ci suala. 7-ci sualımızda deyir ki, hipotenuzu 13, katetlərindən biri 12 olan düzbucaqlı üçbucağın o biri katetinin uzunluğunu tap. Bu tipli sualları rahat bir şəkildə, şifahi şəkildə həll etmək üçün siz Pifaqor ədədlərini əzbər şəkildə bilməlisiniz. Pifaqor ədədlərini əzbər bilmək sizə zaman qazandırır. Çünki siz imtahanda ürəyiniz istədiyiniz zaman ərzində testləri həll etmirsiniz. Sizə konkret bir zaman dilimi verilib və siz o zaman dilimi ərzində 3 dənə fənnin üçünü də çatdırmalısınız, kodlaşdırmalısınız, bir qəşəng bir 100 bal da almalısınız. Bunun üçün də zamanla yarışdığımız üçün bəzi asan yolları, yəni bəzi tüyoları bilməyimiz lazımdır. Pifaqor ədədləri də bu asan yoldan biridir. Yəni sən 13 ilə 12-ni görən kimi dərhal bilməlisən ki, digər ədəd 5-dir. Dərhal bunu tanımalısan. Həmin Pifaqor ədədlərini gəlin yazaq bir-bir. Birinci 3, 4, 5. Yəni katetlərimiz 3, 4 olanda hipotenuz 5 eləməlidir. Və 3, 4, 5-in bütün misilləri də bura aiddir. Yəni 6, 8, 10, 2 misilini yazdım. 3 misilini yazaq məsələn. 15, 12, 3 misilini yazıram, üzr istəyirəm. 9, 12, 15. 4 misilini yazaq məsələn. 12, 16, 20. Yəni bunun hər hansı misilləri ola bilər. Amma əsas Pifaqor üçlüyü budur. 3, 4, 5. Və 3, 4, 5-in istənilən misilləri ola bilər. Adətən də elə 3, 4, 5-in misilləri olur. Bu birinci idi. İkinci 5, 12, 13. Hansı ki bu misalımızdadır. Və yenə də 5, 12, 13-ün istənilən misilləri ola bilər. 2 misli, 3 misli və s. Üçüncü, yəni ən əsas bunları bilsəz kifayətdir. Əslində qalsa çoxdur, amma ən əsas siz bunları bilin. 7, 24, 25. Dördüncü 8, 15, 17. Əsas bu 4 dənə üçlüyü bilsəz, sizə kifayətdir. Qalanları bunların misilləridir və yaxud da fərqli bir şey düşsə də onu özünüz taparsınız. Amma əsas bu 4 dənəni öyrənsəz sizə bəs eləyəcək. Birazdan bunlara aid də biz qabaqda suallar görəcəyik. Onların içərisində mən sizə göstərəcəm ki, mən onu Pifaqor ədədlərini necə tətbiq eləyirəm. Demək ki, 4 dənə üçlüyü öyrənirik. 3, 4, 5, 5, 12, 13, 7, 24, 25, 8, 15, 17. Bunlar sizin Pifaqor ədədlərinizdir. Bunlara əsasən siz hesablama prosesi aparmadan birbaşa cavabı tapa bilirsiniz. Ona görə 13-cü sualda mən 13 ilə 12-ni gördüm. 7-ci sualda 13 ilə 12-ni gördüm. Dərhal bilirəm ki, digər Pifaqor ədədim olacaq 5. Ona görə doğru cavab olur 7-ci sualda Y variantı. Cavabı yazaq. 8-ci sual. Məsələn, 15-dən 12 verib. 15-dən 12, 3-dən 4-ün misilləridir. Bax, necə tapıram bunu? 15-dən 12 Pifaqor ədədlərindən yadımda deyil. Mənim yadımda olan 3, 4, 5-dir. 5, 12, 13-dür. 7, 24, 25-dir. 8, 15, 17-dir. 15, 12 məndə yoxdur. Nə edirsiniz onda? 15-dən 12-ni ixtisar edirsiniz. Neçə ixtisar gedir? 3-ə. 15-i 3-ə böləndə alınır 5. 12-ni 3-ə böləndə alınır 4. Demək bunlar 5 ilə 4-dür. 5 ilə 4 hansı Pifaqor ədədləridir? 3 ilə. Yəni 3, 4, 5-dir də. Demək ki, digər ədədimiz olacaq 3. Biz neçə ixtisar eləmişdik, almışdıq? 15-dən 5 almışdıq, 12-dən 4 almışdıq, 3-ə ixtisar eləmişdik. Demək 3-ə ixtisar eləyəndə 3 alınır. 3-ə ixtisar eləyəndə 3 alınırsa, demək ki, ədədimiz olacaq 9. Yəni digər Pifaqor ədədimiz oldu 9. Demək ki, 8-ci sualda cavabımız olacaq C variantı. Həqiqətən də baxın, 9, 12, 15 bizim Pifaqor ədədlərimizdir. Yəni, şərtdə verilən ədədləri 3-ə ixtisar elədim. Baxdım, gördüm ki, 5 ilə 4 alındı. Demək, digər Pifaqor ədədi də 3-dür. 3-ə ixtisar eləyəndə 3 alınırsa, demək digər ədəd 9-dur. Amma əsl həll yolu nədir? Yəni, bu Pifaqor ədədlərini əzbər bilməyən adam nə edir? Hipotenuzun kvadratından katetin kvadratını çıxır, alınır digər katetin kvadratı. Çünki Pifaqor teoremi nə şəkildədir? A kvadrat üstə gəl B kvadrat bərabərdir C kvadrat. Əgər hipotenuzu məsələn 7-ci sualda 13 veribsə, yazıram ki, 13-ün kvadratı bərabərdir. Katetlərdən biri 12-dir, yəni 12-nin kvadratı üstə gəl, digərini bilmirəm, x-in kvadratı. Buradan alınır x kvadratı üstə gəl 144 bərabərdir 169-a. X kvadratı bərabərdir 25-ə. X də bərabərdir 5-ə.
Buradan da məsələn tapırıq ki, digər katetimiz 5-dir. Yəni əks halda bu yolla həll edib tapmaq lazımdır. Təbii ki, müəyyən qədər vaxt aparır, müəyyən qədər həll tələb eləyir. Ona görə Pifaqor ədədlərini əzbər bilməyiniz sizin xeyrinizədir. Gələk 9-a. 9-cu sualda şagirdlər adətən nəyi çaşdırırlar? Elə bilirlər ki, bunlar xarici bucaqlardır. Toplayırlar 40-dan 70-i, alırlar 110, düşünürlər ki, 360-dan 110 çıxaq və baxırlar ki, variantlarda belə bir cavab yoxdur, ona görə də 180-dən çıxırlar. Yəni, heç mahiyyəti anlamayıb, sadəcə 360-dan çıxanda variantda yoxdur, onda 180-dən çıxım da. Açıq sual kimi düşsə çaşa da bilər, amma qapalı sual olduğu üçün çaşmır. Amma belə deyil, siz bilməlisiniz, nə zaman xarici bucaqdır o, nə zaman deyil. Baxın, çəkirəm şəklini. Birində ilə çəkəcəm ki, xarici bucaq olacaq. Birində isə ilə çəkəcəm ki, bu şəkildəki kimi olacaq. Baxın, bu formada çəksəm, bunu belə uzatsam. Baxın, bu bucaq, bu bucağın xarici bucağıdır. Yəni, bu bucaq daxili bucaqdır, bu bucaq xarici bucaqdır. Çünki toplayanda 180 dərəcə eləyir. Toplayanda bir düz xət əmələ gəlir və 180 dərəcəyə tamamlanır. Ona görə bu daxili bucaqdır, bu xarici bucaqdır. Burada isə, baxın, buranın qonşusu buradır. Bunlar olacaq bizdə daxili, xarici. Bunlar qarşılıqlı bucaqlardır. Yəni, bu bucaq 70 dərəcədirsə, söhbət elə bu bucaqdan gedir. Əslində 70 olan elə buradır. Bizə bura xarici bucaq kimi verilməyib. Bu elə daxili bucaqdır. Sadəcə daxili bucağı bu xətləri getirib, belənçini uzadıb, qarşılıqlı bucaq kimi ötürüb bu bir tərəfə, çölə. Yəni, çölə ötürdüyü hər bucaq, xaricə yazdığı hər bucaq, bu demək deyil, 3 bucağın xarici bucağıdır. Sadəcə 3 bucağın xaricindədir, amma xarici bucağı deyil. Yəni, xarici bucaq olsaydı, bu bura olardı. Və onda deyərdim ki, hə, bunların cəmi 360 dərəcədir. Yəni, bu 3 bucağın daxili bucağın qonşusu deyil. Daxili bucağın qonşusu deyil. Bu sadəcə xaricə çəkilmiş, sənin eyni daxildə olan bucağı xaricə ötürmüş bir bucaqdır, qutardı. Yəni, bura 70-dirsə burada 70-dir, bura 40-dırsa burada 40-dır, bura x-dirsə burada x-dir. Nəticə etibarən biz nə aldıq? Daxilə çəkilmiş bucaqlar aldıq. 40, 70, bir də x. Biz də bilirik ki, 3 bucağın daxili bucaqların cəmi 180 dərəcədir. Ona görə də 180-dən çıxırıq 40-la 70-in cəmini. Yəni, 180-dən 110 çıxıram. Cavab alınır 70. 10-cu sual. Eyni şəkildə 180-dən çıxıram 80-dən 30-un cəmini. Yəni, 180-dən 110 çıxıram, cavab alınır 70. Burada cavab oldu B bəndi, burada da cavab oldu D bəndi. 10 sualımız bitdi. Davam edək. 11. Perimetri 38 olan bərabər yanlı 3 bucağın oturacağına paralel olan orta xətt də 6-ya bərabərdir. Bəzən şagirdlər elə bilirlər ki, orta xətt mütləq şəkildə belə çəkilməlidir. Yəni, 3 bucağın orta xətti mütləq şəkildə bu formada olmalıdır və mütləq bura paralel olmalıdır. Amma elə deyil. 3 bucağın orta xətti hansı tərəfə paralel şəkildə çəkirsə, oranı orta xətti olur. Yəni, o orta xətt bu şəkildə də verilə bilər. Məsələn, 3 bucağımı çəkirəm, 3 bucağın orta xətti bu şəkildə də verilə bilər. Onun fərqi yoxdur. İndi burada da deyir ki, bizim bir bərabər yanlı 3 bucağımız var. Çəkirəm o 3 bucağı. Və bu deyir ki, 3 bucağın oturacağa paralel olan orta xətti 6-ya bərabərdir. Oturacağa paralel dediyi üçün belə çəkirik. Çünki bərabər yanlı 3 bucağın yan tərəfləri buralardır, bərabərdirlər bir-birinə, oturacağı isə buradır. Və bu orta xəttimiz 6-ya bərabərdir. Biz də qaydadan bilirik ki, 3 bucağın orta xətti paralel olduğu tərəfin yarısına bərabərdir. Bu, əgər oturacağa paraleldirsə, demək oturacağın yarısıdır. Yəni, oturacağımız 12-yə bərabərdir. Tapdıq ki, oturacağımız 12-dir. Yan tərəflərimiz də eynidir. A, nədir bilmirik. Perimetrimiz 38-dir. Demək, 12 üstə gəl 2A, yəni yan tərəfləri ilə oturacağın cəmi. Bərabər olmalıdır 38-ə. Buradan alınır 2A bərabər olmalıdır 26-ya, A da bərabər olmalıdır 13-ə. Yəni, 3 bucağın yan tərəfi 13 olmalıdır. Doğru cavab olur C variantı. Keçirəm 12-yə. Yaxınlaşırıb üstündə yazmaq istəyirəm. Bunu balacalaşdıraq. Qələmimizi də biraz nazikləşdirək. Deyir ki, CAD 48-dir. CAD, baxın, bura 48-dir, yazdıq. BAD 17-dir. Burada 17-dir. Onda mən birləşdirsəm alıram ki, mənim bütövlükdə bu bucağım neçə dərəcədir? 65 dərəcədir. Buradan yazaq 65. Yəni, bütövlükdə bu bucaq 65 dərəcədir. Şərtdə bizə vurğuluyur ki, oturacağı AB olan, AB oturacaqdır.
ABC üçbucağı bərabər yanlıdır. Əgər üçbucaq bərabər yanlıdırsa və bu AB də onun oturacağıdırsa, demək ki, bunlar bizim yan tərəflərimizdir. Və biz bilirik ki, bərabər yanlı üçbucaqda oturacağı bitişik bucaqlar bir-birinə bərabərdir. Yəni, əgər bizim bu bucağımız 65 dərəcədirsə, oturacağı bitişik olan digər bucağımız da 65 dərəcədir. Yəni, B bucağı da 65 dərəcədir. Bunu silirəm. Bizə C bucağı lazımdır. Üç bucağın 2 dənə bucağı məlumdur. Qaldı biz bu üçüncü bucağı tapaq. Biz də bilirik ki, üç bucağın ümumi bucaqların, daxili bucaqların cəmi 180 olmalıdır. Demək ki, 180-dən çıxıram həmin o 2 dənə 65-in cəmini. Yəni 130-u. Doğru cavabımız eləyir 50 dərəcə. Yəni, bunu belə balacalaşdıraq təzədən. Doğru cavabımız olacaq 12-də Y variantı. 12-ci sualımız oldu Y variantı. Gedək 13-ə. Deyək ki, bucaqları 4, 5, 9 nisbətində olan üç bucağın kiçik bucağını tapın. Biz bilirik ki, üç bucağın daxili bucaqların cəmi 180 dərəcədir. Ona görə də burada da düz mütənasiblik var. Faiz nisbət tənasüb dərsini keçmişik ki, düz mütənasiblik olanda nə edirik? Yanlarına x yazıb toplayırıq və şərtdə hansı ədəd veribsə ona bərabər edirik. Bizə də nə verilib? Verilməsə də siz bilirsiniz. 180. Üç bucağın bucaqları cəmi 180 dərəcədir. Onda olacaq 4x, 5x, 9x. Bunların cəmi 180-dir. Yəni 18x bərabərdir 180-ə, x bərabərdir 10-a. Gətirib yerinə qoysaq bütün bucaqlarımızı taparıq. Bu eləyəcək 40, bu eləyəcək 50, bu eləyəcək 90. Bizə kiçik bucaq lazımdır. Cavab olacaq 40. Yəni A variantı. Eyni şeyi tətbiq edirəm 14-də də. 2x, 7x, 9x bərabərdir 180-ə. 18x bərabərdir 180-ə, x bərabərdir 10-a. Yerinə qoysaq bütün bucaqlarımızı tapa bilərik. 20, 70, 90. Kiçik bucağı istəyir, cavab olacaq 20. B bəndi. Yenə də 15 üstündə həll eləyəcəm. Baxın bura. Bu üç bucaqda bu bucağım var. Hansı üç bucağı dediyimi göstərim sizə. Burada highlighter'dan istifadə eləyəcəm. Baxın bu üç bucağa baxırıq. Bu üç bucağa. Bu üç bucağın bizdə 2 dənə bucağı var. Bura 48-dir. Bura 100-dür. Onda mən bu bucağı tapa bilərəm. 100 ilə 48-i toplayıram. Eləyir 148. 180-dən də 148-i çıxıram. 32. Demək ki, bu bucaq 32 dərəcədir. İndi isə baxırıq bu üç bucağa. Baxın bu üç bucağa. Bu üç bucağın bəs bucaqları haradır? Bu A bucağı, bu C bucağı, bu da B bucağı. Məndən görürsünüz B bucağını istəyir. Buranı istəyir. Və biz də bilirik ki, üç bucağın daxili bucaqların cəmi 180 dərəcədir. Onda 180-dən çıxıram. A bucağı 32-dir. C bucağı 50-dir. Yəni 180-dən çıxıram 82-ni. O da eləyəcək bizdə 98 dərəcə. Demək ki, B bucağımız 98 dərəcədir. Doğru cavabımız oldu B variantı. 15-ci sualda doğru cavabımız oldu B. Eyni prinsip 16 üçün də keçərlidir. Üstündə yazaq. Bu 100 ilə 32-ni toplayıram. 132. 180-dən 132 çıxıram. Yazaq bura. 180-dən çıxıram 132-ni. Alınır 48. Demək bu bucaq 48-dir. Bura 48. Bura 40. Toplayanda alındı 88. Təpə bucağını tapmaq üçün 180-dən çıxıram 88. Bu da eləyəcək bizdə 92. Yəni cavabımız olacaq B bəndi. Keçirəm 17-yə. 17 ilə bağlı biz bayaqları nə dedik? Biz dedik ki, düzbucaqlı üçbucaq düşünən kimi dərhal bilirik ki, həmin o 2 dənə iti bucağın cəmi 90 dərəcədir. İndi bucaqlardan biri o birindən 4 dəfə kiçikdir. Demək ki, biri olacaq x, biri olacaq 4x. Və bunların cəmi bərabərdir 90-a. 5x 90-dır, x 18-dir. Bizə böyüyü lazımdır, yəni 4x lazımdır. X-i soruşsaydı balacanı cavab olardı 18. Böyüyü soruşduğu üçün 4-ü 18-ə vururam, alınır 72. Yəni doğru cavabımız olacaq 72 D bəndi. Baxaq 18-ə. 18-ci sualımızda bizdən soruşur DAB-ni. Yəni baxın bu bucağı soruşur. Burada sizə belə bir qayda lazımdır 18. Üçbucağın xarici bucağı
xarici bucağı bərabərdir. Onunla qonşu olmayan iki daxili bucağının cəminə. İki daxili bucağın cəmi. Yəni, xarici bucaq, istənilən bir xarici bucaq bərabərdir. Onunla qonşu olmayan iki daxili bucağın cəmi. Biz baxırıq burada bu üç bucağa. Bizim burada söhbət gedən üç bucağımız bu üç bucaqdır. Bizdə verilən buradakı 55 bu üç bucağın xarici bucağıdır. Bu xarici bucağın qonşusu baxın buradır. Yəni deyir, bununla qonşu olmayan, yəni bununla yanaşı olmayanı götürürsünüz. İki dənə bucağın cəmi. Bu bucaqla bu bucağın cəmi. Bu bucaqla bu bucağın cəmi elə bu bucağı verir. 55'i verir. Onda belə çıxır ki, əgər bura 45 dərəcədirsə, cəmin 55 dərəcə alınması üçün bu bucaq olmalıdır 10 dərəcə. Şimdi doğru cavabımız oldu. DAB'miz 10 dərəcədir. D. 19'a da baxsaq, bura 65, bura 45'dirsə, bu bucağı tapanda 65'dən 45 çıxırıq. Demək ki, bura 20 dərəcədir. Yəni DAB'miz 20 dərəcə oldu. Cavab A. Keçək 20'yə. 20'də bərabər yanlı bir üçbucağımız var yenə. Bərabər yanlı üçbucağımızın perimetri 84'dür. Yan tərəfi oturacağından 1,5 dəfə böyükdür. Demək ki, oturacağına x versəm, yan tərəfi də ondan 1,5 dəfə böyük olduğu üçün yan tərəflərimiz olacaq 1,5x. Və perimetri 84'ə bərabərdir. 1,5x, 1,5x, x bərabərdir 84'ə. Alınır 4x bərabərdir 84'ə, x bərabərdir 21'ə. Bizə nə lazımdır? Oturacaq. Oturacağımız nədir? Elə x. Demək ki, cavab da elə 21'dir. Bitdim. Cavab B. 21'də də həmçinin yenə də bərabər yanlı bir üçbucaqdır. Deyir ki, oturacağı yan tərəfindən 1,5 dəfə böyükdür. Bu səfər oturacaq yan tərəfdən 1,5 dəfə böyükdür. Yəni, yanlara x qoysam, oturacaq da ondan 1,5 dəfə böyük olduğu üçün olacaq 1,5x. Və bunların cəmi, üzülürsən, arxada bu cinik çaldı. Bunların cəmi bərabər olmalıdır 35'ə. Yəni, x üstəgəl 1,5x bərabər olmalıdır 35'ə. Hesablayıram. 2 üstəgəl 3,5x bərabərdir 35'ə. Buradan da x bərabərdir 10'a. Bizə nə lazımdır? Yan tərəf. Yan tərəf elə x-dir. Mən də x-i 10 tapmışam. Demək ki, cavab olacaq elə 10. C variantı. Keçəm 22'yə. Bərabər yanlı üçbucağın xarici bucaqlarından biri 60'dır. Üçbucağın bucaqlarını tapın. Yəni, bizdən daxili bucaqlarını istəyir. Xarici bucaqlarından biri 60'dırsa, ümumi xarici bucaqların cəmi 360 dərəcədir. Onda 360'dan 60 çıxıram. Geriyə qalan iki bucağımız alınacaq bizdə 300 dərəcə. Yəni, bucaqlarımızdan biri 60'dır. Xarici bucaqlardan söhbət gedir. Qalan iki bucaqda 300'ü bölürəm 2'yə 150, 150'dir. Bunlar üç bucağın xarici bucaqlarıdır. Xarici bucaqları. Xarici bucaqlar. Bizə lazımdır daxili bucaqlar. 180'dən çıxaraq hamısını tapa bilərəm. 180'dən 60 çıxacam. Olacaq bizdə 120. 180'dən 150 çıxıram 30. Yenə də 180'dən 150 çıxıram 30. Demək ki, cavab olacaq A variantı. Bu birinci yoldur. Bir yolu da deyəcəm sizə. Biri var, xarici ilə işlə, ən axırda daxilini tap. Bir də var ki, başdan ilə daxiliyə keç. Əgər üçbucağın xarici bucaqlarından biri 60'dırsa, demək ki, üçbucağın daxili bucaqlarından biri 120'dir. Çünki xarici bucaq üstəgəl daxili bucaq bərabərdir 180 dərəcəyə. Əgər bizim xarici bucağımız 60 dərəcədirsə, demək daxili bucağımız 120 dərəcədir. Bəzən də uşaqlar elə bilirlər ki, heç vaxt xarici daxildən balaca ola bilməz. Onun fərqi yoxdur. Ola da bilər, təbii ki də. Əgər bucaq iti bucaqdırsa, təbii ki, qonşusu kör olur. Ona görə də iti bucağın qonşusu bir növ köra gedəcəyi üçün biz əgər xarici bucağımız, daxili bucağımız iti bucaqdırsa, xarici bucağımız kör olur. Daxili bucağımız kör bucaqdırsa, xarici bucağımız iti olur. İndi
Xarici bucaqlarımızdan biri 60-sa tapdıq ki, daxili 120-dir. Onda digər daxilləri necə tapacağam? 120, 180-dən 120-ni çıxıram, alınır 60. 60-ı da 2-yə bölsəm, alınacaq 30-30. Yəni, bucaqlarımdan biri 120-dir, qalan ikisi 30-30. Bunu başdan da eləyə bilərsiniz, sonda da eləyə bilərsiniz. Sizə hansı rahatdırsa. Keçək 23-ə. 23-də də məsələn, mən ikinci yolla eləyəcəm. Xarici bucaqlarından biri 80-dirsə, demək ki, daxili bucaqlarından biri 100-dür. Biri 100-dürsə, 180-dən 100 çıxırıq. 80, digər ikisi olacaq 40-40. Cavab Y. 24. Yenə baxın Pifaqor ədədləri. 15 ilə 9-u ixtisar edirəm 3-ə. Burada qalacaq 5. 3-ə böldüm. Burada da qalacaq 3. 5 ilə 3 ilə o birisi Pifaqor ədədi nə idi? 4. 3-ə böləndə 4 alınır. Demək ki, cavab olacaq 12. Yəni A variantı. 25. Hipotenuzu 13-dür, katetlərindən biri 12-dir. Bir ucu promoy Pifaqor ədədləridir. 13, 13, 5, bir də 12 idi. Cavab olacaq ona görə A variantı. Gəldik 26-ya. X-i tapın deyir. Baxanda nə görürəm? Bu düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaq olduğu üçün Pifaqor teoremini tətbiq edəcəm. Katetlərin kvadratları cəmi bərabərdir hipotenuzun kvadratına. 1-in kvadratı 1. Üstə gəl x kvadrat. Kök altda 5-in kvadratı elə 5-dir. Kökün kvadratı elə içindəki ədədi verir. Buradan alınır x kvadratı 4-dür. Demək x 2-dir. Cavab oldu Y. 27. Eyni şəkildə 1-in kvadratı üstə gəl x-in kvadratı bərabərdir kök altda 17-nin kvadratına. 1 üstə gəl x kvadrat bərabərdir 17-yə. X kvadrat 16-dır. X 4. Cavab oldu Y variantı. Keçirəm 28-ə. 28 bayaqları dediyimiz teoremdir. Üçbucağın xarici bucağı onunla qonşu olmayan iki daxili bucağının cəminə bərabərdir. Bu üçbucağın xarici bucağıdır. Bu da onlarla qonşu olmayan daxili bucaqlardır. Demək ki, 50 ilə 60-ın cəmini tapmalıyıq. Cavab eləyəcək 110 C variantı. 29. Eyni prinsipdir. Xarici bucağı verib, digər daxili bucağı tapanda 120-dən çıxıram 70, cavab olacaq 50. Təbii ki, başqa həll yolları da var. Mən sizə teoremdən dedim. 30. Bayaq demişdik ki, daxili bucaqlarımız, əgər düzbucaqlı üçbucaqdırsa, iti bucaqlarımızın cəmi 90 dərəcədir. Yəni, x üstə gəl y 90-dır. Əgər bu bucaqlardan biri 80-dirsə, demək ki, digər bucağımız da 10 dərəcə olmalıdır. Yəni, cavab olacaq D bəndi. Gələk 31-ə. 31-də bizdə qaydadır. 31-də bilməlisiniz ki, böyük tərəfin qarşısında böyük bucaq olur, kiçik tərəfin qarşısında kiçik bucaq olur. Ona görə burada ən böyük tərəf nədirsə, ən böyük bucaq da həmin bucaqdır. Ən kiçik tərəf nədirsə, ən kiçik bucaq da həmin bucaqdır. Ən kiçik tərəf 5-dir. Demək, ən kiçik bucağımız qammadır. Qamma bucaqların ən kiçiyidir. Sonra gəlir beta, sonra da gəlir alfa. Yəni, ən kiçik qammadır, sonra betadır, sonra alfadır. Ona görə doğru cavabımız olacaq B bəndi. Ən kiçik qammadır, sonra betadır, sonra da alfadır. 31 oldu B. Eyni şey 32-yə də baxıram. Ən kiçik 4-ün qarşısıdır, yəni alfa. Sonra qammanın qarşısıdır, 7. Sonra da betanın qarşısıdır, 8. Yəni, alfa, qamma, beta. Alfa, qamma, beta. Cavab oldu C variantı. 33. Baxın, yenə qarşılıqlı bucaqlardır. Bura 70-dirsə, bura da 70-dir. Bura 60-dırsa, bura da 60-dır. Üç bucağın daxili bucaqların cəmi 180-dir. Demək, 180-dən çıxıram, 70-dən 60-ın cəmini, yəni 130-u. Cavab eləyir 50. Demək, B bucağımız 50 dərəcədir. Cavab olur C variantı. Və 34. 34-də artıq bunlar xarici bucaqlardır. Ya xarici bucaqların cəmi ilə işləyib, ona uyğun daxili bucağı tapa bilərsiniz. Ya da ki, baxaram ki, bura 120-dirsə, buna uyğun daxili bucaq 60-dır. Toplayanda dediyək 120 eləyir. Üzr istəyirəm, 180 eləyir. Bura 110-dursa, onun qonşusu olacaq 70. 60, 70. Təpə bucağını tapmaq üçün 180-dən çıxıram. 60-dan 70-in cəmini, yəni 130. Cavab olacaq 50. Yəni, doğru cavabımız oldu yenə Y variantı. 35. Üçbucağın xarici bucağı onunla qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir.
120 alfa ilə 50-nin cəmidir. Demək ki, 120-dən 50 çıxacam, cavab eləyəcək 70. Yəni B bəndi. 36-da yenə eyni prinsip. 150-dən 100 çıxacaq, cavab eləyəcək 50. Yəni Y variantı. 36-ya qədər bütün sualların izahını yekunlaşdırmış oldum. İnşallah ki, növbəti videoda 37-dən o tərəfəsinin izahına başlayacaq. Növbəti video izahlarda görüşənədək sağ olun, salamat qalın.